Bakıda və Abşeron yarımadasında mayın 15-i axşam saatlarında arabir yağış yağacağı gözlənilir. Turkistan az məlumat verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq paylaşıb. Qeyd edilib ki, yarımadanın bəzi yerlərində yağışın qısa müddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal edilir. Bakıda və Abşeron yarımadasında mayın 16-sında isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyini gözləyirik. Gecə bəzi yerlərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16 dərəcə isti, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% təşkil edəcək. Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir aratacaq. Havanın temperaturu gecə 12-15 dərəcə isti, gündüz 20-24 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-0 dərəcə isti olacaq.